Sumqayıt Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi müvafiq qərara əsasən şəhər və qəsəbələrdəki sahil yanı zonalarda çimərliklərin fəaliyyəti, təmizlik və abadlıq işləri, eləcə də əhalinin rahat istirahəti üçün lazımi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verilib. Bu məqsədlə aparılan işlərə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklər, Hacı Zeynalabdin və Corat qəsəbə nümayəndəlikləri, Sumqayıt Bulvar MMC və İcra Hakimiyyəti başçısı aparatının istehsal və xidmət sektoru cəlb olunub. Müvafiq qurumlar tərəfindən sahilyanı ərazilərdə abadlıq və təmizlik işləri aparılıb. Çimərliklərin yay mövsümünə hazırlığı yoxlanılıb. 15 iyun tarixinədək bütün çimərlik zonalarının tam fəaliyyətə başlaması təmin olunub. Bu münasibətlə tədbir keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi İdarə Etmə və Yerli Özünü İdarə Etmə orqanları ilə İş Şöbəsi müdiri Gündüz Əliyev çıxışında bildirib ki, bu yay mövsümündə vətəndaşların rahat və təhlükəsiz istirahəti üçün bütün lazımi tədbirlər görülüb. Çimərliklərdə təmizliyin qorunması, ictimai nizamın təmin olunması və əhalinin istirahətinin səmərəli təşkili məqsədilə müvafiq qurumlarla birgə fəaliyyət planı hazırlanıb və icrasına başlanılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev qeyd edib ki, çimərliklərdə xidmət keyfiyyətinin artırılması əsas prioritetlərdəndir. Yay mövsümü ərzində nəzarət tədbirləri gücləndiriləcək. Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə çıxışında ictimai əmlakın qorunmasına və təmizliyə xüsusi həssaslıqla yanaşmağa çağırıb. Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəis müavini Pərviz Əliməmmədov isə ictimai asayişin qorunması istiqamətində görüləcək tədbirlər barədə məlumat verilib. Çıxış edənlər bildiriblər ki, yay mövsümü ərzində bu istiqamətdə işlər davam etdiriləcək və əhalinin rahatlığı üçün hər cür şərait yaradılacaq. Şəmsdan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.